Salam dəyərli izləyicilər, qrupda paylaşdığım 20 dənə ehtimal sualın izahını verəcəm. İzaha keçməmişdən qabaq bir elanı verim ki, dəyərli müəllimlər, miqvə sertifikasiyaya hazırlaşan müəllimlər və ya müstəqil formada özünü inkişaf elətdirmək istəyən müəllimlər. Telegramda sınaqlar qrupu yaratmışam. Həmən sınaqlar qrupunu linklər vasitəsilə daxil olub işləyə bilərsiniz. Yəni bu linklər vasitəsi burada həm ümumi sınaqlar, həm də mövzu sınaqları var. Niyə məhz linklər yerləşdirmiş? Çünki imtahanda bəzən PDF üzərindən işləyirik və yaxud da kitabdan işləyirik. Nə qədər mükəmməl vəziyyətdə, möhtəşəm hazırlaşsaq da, görürsən ki, orada nəticə olaraq tam istədiyimiz nəticəni ala bilmirik. Səbəb, çünki imtahanla bizim hazırlaşdığımız vəziyyət, situasiya eyni deyil. Ona görə mən məsləhət görərdim ki, imtahanı hazırlaşmaq üçün mütləq bütün sualları, sınaqları vaxt üzərindən işləyib özümüzü daha yaxşı təkmilləşdirək. Və burada yerləşdirdiyim bütün sınaqlar demək olar ki, hamısı, yəni linklər üzərində hamısı vaxt üzərindəndir. Yəni vaxt orada görürsünüz, vaxt gedir. Hər məsələn deyək ki, orada suallara vaxt vermişəm, daş ki 1 saat 30 dəqiqə və yaxud da. Qutarandan sonra da öz səhvləri var və yaxud da ki imtahanlar var, onları sonradan araşdırmaq olar. Və bütün sınaqlarında izahı var. Yəni bu sınaqlar qrupuna kim qatılmaq istəsə, rəy bölməsinə plus kərəsi ata bilər və yaxud da ki, şəxsi özümə də yaza bilər. Keçək ehtimal suallarının izahına. Müxtəlif tip suallardır. Torbada 1-dən 70-ə qədər nömrələnmiş eyni ölçü 70 kürəcək var. Təsadüfən çıxarılan bir kürəciyin 3-ə bölünüb 5-ə bölünməyən ədəd olmaz. 1-dən 70-ə qədər nə qədər 3-ə bölünən ədəd var? 3-ə bölünənlərin sayı belədir. 70 bölünsün 3. 70-in içində nə qədər 3 var? 23 dənə. Bəs nə qədər 5-ə bölünən ədəd var? 70-in içində 5-ə bölünən ədəd 14 dənə ədəd var. İndi həm 3-ə, həm də 5-ə bölünən ədəd, yəni 15-ə bölünən ədəd. 70-in içində nə qədər 15-ə bölünən var? 6 dənə, deməli 5, 4 dənə. Biz 3-ə bölünüb 5-ə bölünməyən axtarırıqsa, belə bir Venn diaqramı quraq, tam aydın olsun deyə. 3, 5, bu da 15 bölün. Yəni 3-ə bölünən 5-ə bölünməyən o deməkdir ki, bax bu hissəni biz tapmalıyıq. 3-ə bölünən, qısa olsun, 3-ə bölünənlərin sayından 15-ə bölünənlərin sayını çıxa bilərik. 3-ə bölünənlərin sayı nə qədərdir? 23 dənədir. Cavabı tapmaq üçün 3 ilə 5-in fərqini tapmalıyıq da belə. Ümumi 3-ə bölünənlərin sayı 23-dən çıxacam 4. 19. Bu əlverişli halların sayıdır. 70-ə qədər ədəd varsa, hadisənin ehtimalı bərabərdir. 19 dənə ədəd, ümumi 70 dənə ədəd var. Bu ehtimal 70-də 19-a bərabərdir. İkinci sual, 2 zərə eyni anda atılır. Üst-üzə düşən xalların hasilinin tək ədəd olması ehtimalı. Tək ədəd olması üçün hansı hallar ola bilər? 1 qoşa, 1 3, 1 5. Sonra 3 qoşa ola bilər, 5 qoşa ola bilər. 3-ün 5-i ola bilər. Bir də bunların yer dəyişməsi ola bilər. 5-in 3-ü ola bilər. Məsələn, burada 1 3-dürsə 3 1, 5 1. Bunlar da ola bilər. Sayılaraq nə qədər? 1 2 3 4 5 6 7 8 9 dənə. Əlverişli halların sayı 9. Ümumi hallarda 2 zərə atanda 36 dənə hal eləyir. 1 bölünsün 4 olacaq. Növbəti sual. Qutuya geri qaytarmamaq şərti ilə burada birincinin və ikincinin qara olması. Burada birinin desəci, belə in şəkilçisi olmasa tamam ayrı vəziyyətdir. Burada birincinin ağ deyirsə, birinci deməli ağ çıxır. Vergül ikinci qara çıxır. Bu ehtimalı tapmaq lazımdır. Birincinin ağ, ikincinin qara. Bərabərdir. Ağ çıxması 4, 6, 10 dənə kürədən 10-dan 4-ü ağ çıxa bilər. İkincinin qara çıxması. İndi hər hansı bir kürəciyi çıxartdımsa burada, yerdə artıq mənim 9 kürəciyim var. Çünki geri qaytarmamaq şərti verilib. İkincinin də qara çıxması ehtimalı. 9 kürəciyim qaldı və 9 kürəcikdən də 6-sı qaradır. 90-da 24, ixtisar aparsam 2-yə, daha doğrusu 6-ya ixtisar aparam. 6-ya geçsə 4, 15-də 4. Dördüncü sual. Zəfər sözündə yazaq bura Z, sonra
Buraya yazaq F, R. Deməli, seçilən sözün Z ilə başlayıb R hərfi bitirməsi ehtimalı tapın. Umumi halı tapaq. Umumi hal. Nə qədər olacaq? Burada təkrarlı permütasiyadır. 2 dənə hərf olduğuna görə n bərabərdir 5 faktorial bölünsün 2 dənə hərfinə görə 2 faktorial. O da 120 bölü 2 60 dənə. İndi Z ilə başlayıb R ilə bitməsi isə burada Z və R tərpənməz qalır. Əlverişli halların sayı M bərabərdir. Burada F sözünün yerlərinin dəyişməsi ilə düzələ bilən neçə hal var? F sözünün yerlərinin dəyişməsi 3 faktorial bölünsün 2 dənə var burada. 2 faktorial. Bu da eləyir deməli 3-ə bərabərdir. Hadisənin ehtimalı bərabərdir. Əlverişli halların sayı bölü ümumi halların sayı. 60, 20-də 1. Yəni %5 deyə bilərik. 5-ci 10 nəfərli bir qrupda 6 nəfər ingilis, 7 nəfər alman dilini bilir. 6, 7, 13, 10'u çıxırıq. Hər iki dili bilən, yəni n yazaq bura, ingilis və alman dilini bilən. İngilislə alman dilin kəsişməsi 6 üstə gəlir 7 minus 10. 3 nəfər hər iki dili bilir. Təsadüfən seçilən 2 nəfərin hər iki dili bilməsi ehtimalı. Ehtimal bərabərdir. Əlverişli halların sayı. Hər iki dili bilməsi ehtimalı 3-dən 2 nəfəri seçə bilərik. Çünki 3 nəfər 2 dili bilir. Ümumi hallar isə sinifdə neçə nəfər var? 10 nəfər var. 10-dan 2. 3-dən 2 3-ə bərabərdir. 10-dan 2 isə 10 vur 9 bölü 2. 45'də 3. O da bərabərdir 1 bölünsün 15. 6-cı sual hədəf vurma məsələsidir. Hədəfə atəş açanda yalnız deyir ki, bir atıcı tərəfindən vurulması ehtimalı tapın. Burada hədəf vurma məsələ video izahım var ehtimal aid məsələlərdə. Orada geniş açıqlama vermir. Sadəcə burada deyir ki, yalnız bir atıcı tərəfindən hədəf vurulubsa, bu deməkdir ki, yəni hədəfi birinci hədəfi vurub, ikinci və üçüncü hədəfi vurmayıb. Ona görə hadisənin ehtimalı bərabərdir. 0,6 vurulsun. İkinci və üçüncünün vurmaması ehtimalı, yəni bu onda 7 vurmasısa vurmaması 0,3'dir. 0,9 vurubsa 0,1 bunun vurmamasıdır. Plus. Ola bilər ki, hədəfi ikinci vurub, üçüncü və birinci və üçüncü hədəfi vurmayıb. Ona görə 0,7 vurulsun. Bunun birincinin vurmaması 0,4, üçüncünün də vurmaması 0,1. Plus və ya bir dənə halımız qaldı. Hədəfi üçüncü vurub, birinci və ikinci hədəfi vurmayıb. Birincinin vurmaması 0,4 yazaq burada. 0,9 vurması üçüncünün. Birincinin vurmaması 0,4, ikincinin vurmaması 0,3. Və bunu hesablayırıq, bizim olur cavabımız. Hesablayanda 6 üçün 18, 0'dan 1000'də 18, 7 4'ün 28, 0'dan 1000'də 28, 36 bu da 3, %8, 108, 108. Toplayaq bunları, 108, 28, elədi 136, bu da 18, 154, 0'dan 1000'də 154. Qutuda 3 qırmızı 5 yaşıl qələm var. Çıxarılan ən azı ikisinin yaşıl olmasıdır. Lazımdır bizə. Təsadüfən çıxarılan 3 qələmin ümumi hallar sayı yazaq burada n bərabərdir. Ümumi yəni 3-8 qələmlə 3 dənə seçim edə bilərəm. Əlverişli halların sayı isə ən azı ikisinin yaşıl deyirsə, ola bilər ki, ikisi yaşıl olsun, biri qırmızı. Plus ola bilər, üçü də yaşıl olsun. İndi bunu da tapmaq üçün ikisi yaşıl, biri qırmızı olması halı kamuzon 5'dən ikisi yaşıl, 3'dən biri qırmızı. Plus üçü də yaşıl olması üçün kamuzon 5 dənədən üçü də yaşıldır. Hesablayaq bunları. 5'dən 2, 5 vurulsun 4 bölü 2, 10 vuru 3, 30. Bu da 5'dən 3, 5'dən 2'yə bərabərdir. Üstə gəl 10.
bərabərdir 40. Əlverişli hal, bu əlverişli hallardır 40 dənə. Ümumi halların sayı 8, 7, 6, 1, 2, 3. 6, 2, 3 ixtisar 7 oldu 56. Demək, ehtimalı necə tapırıq? Əlverişli halların sayını bölürəm ümumi halların sayını. 4-ə ixtisar aparsam 10, 14. 8-ə də gedir ixtisar 5, 7-də 5 olacaq. 5 evli cütlükdən təsadüfən seçilən 2 nəfərin bir-biri evli olma ehtimalı tapın. 5 evli cütlükdə seçilən 2 nəfərlər belə seçilir. Ümumi hal olaraq 5 evli cütlükdə 10 nəfər var. Yəni, ümumi halların sayı kamuzon ondan 2-dir. 5 evli cütlükdən bir nəfərin evli olması ehtimalı üçün 5 dənə halı var. Ehtimal bərabərdir. 5 bölünsün kamuzon ondan 2. 5 bölünsün. Kamuzon ondan 2 nəticədir. 10 vur 9 bölü 2. 45'də 5. O da bərabərdir. 1 bölünsün 9. Rəqəmləri müxtəlif olan 3 rəqəmli ədədlər təsadüf edilən bir ədədin 5-ə bölünməsi ehtimalı tapın. Rəqəmləri müxtəlif olan ədədlər yəni 0, 1, 2 bütün rəqəmlər iştirak etmək şərti ilə hesablayaq ki, neçə dənə hal mümkündür. 3 rəqəmli ədəd deyirsə, mən bunu seçim olaraq belə seçə bilərəm. Birinci xanada 9 rəqəm seçə bilərəm. Hər hansı birini seçəndən sonra yenə 9-unu seçə bilərəm. Çünki 0 ikincidə iştirak edə bilər. Tutaq ki, hər hansı birini seçdimsə, növbəti 8 dənə seçə bilərəm. N bərabərdir. 9 vur 9 vur 8 bizim üçün ümumi halların sayıdır. Seçilənin 5-ə bölünmə ehtimalını tapaq. M-i tapaq. M-i tapmaq üçün bizim demək ədədimiz 5-ə bölünməlidir. O zaman axırı bunun ya 5-lə bitməlidir, ya 0-la bitməlidir. 5-lə və 0-la bitməlidir. Gəlin araşdıraq ki, 5-lə və 0-la bitən neçə dənə 3 rəqəmli ədəd var. Axıra 0 yazıram, dəvə 5 yazıram. Yəni 5-ə bölünməsi üçün bunlar olmalı. Mən burada 5 rəqəmin əgər bura qoymuşamsa, artıq burada mənim əvvəldə gəlməsi üçün neçə rəqəm mümkündür? 9 rəqəm var burada. Birini seçdim, 5-i qoydum bura, qaldı burada 8 dənə rəqəm seçə bilərəm. Növbəti dəfə 0-ı da seçə bilərəm, yəni 8 dənə. Burada oldu 8 vurulsun 8. 64. Burada 5 rəqəmdir, yəni bu say deyil. İkinci hal. İndi 0-ı qoymuşamsa sona, birinci yerdə 9 rəqəmin 9-unu da yerləşdirə bilərəm. İkinci yerdə isə 9-unu seçəndən sonra birini seçdim, qaldı yerdə 8 dənə. Burada da 9 vurulsun 8. 72. Ümumilikdə hadisənin ehtimalı ümumi hallar nə qədər oldu? 9 vur 9 vur 8. 64 üstə gəlinsin 72. 130 eləyir bu. 70 yəni 136. Bu da eləyir 9 9 8. Bunu 136 ilə 8-i deməlidir, ixtisar apara bilərəm. Bu onsuz da ancaq 8-ə ixtisar gedəcək. 4-ə ixtisar getəcək burada. 4 2 25 bu da deməli 4-ə bölündə 34 qalır burada. 34 4 34 qaldı burada neçə? Daha doğrusu 136 8-ə də bölünür. 8-ə bölən nə qədər? 1. Burada qalır 17. 17 bu da olacaq 81. Bu da hadisənin ehtimalı. 10-cu suala keçirik. 2 zər eyni anda atılır. Üst-üzə düşən xallardan birinin digərindən 2 dəfə böyük olma ehtimalını tapın. 2 zər atılırsa ümumi hal 36. Bəs əlverişli hallar necə ola bilər? Biri olursa 2 dəfə böyük olması üçün hallar hansılardır? 1 2 tərsi də ola bilər. 2 4 tərsi olar və 3 6. Yerlərin dəyişməsi də 2 1 4 2 3 6. Ümumi deməli burada neçə hal olacaq? 2 1 də var burada. 4 2 və 6 3.
6 dənəli əlverişli hal 36-nın ümumi hal 1 bölünsün 6. On birinci sualda nədir? Deyir ki, 5 sualdan 3-ünü düzgün cavablandırıb 0,4 ehtimalıdır. Ən azı bir suala düzgün cavab verməməsi ehtimalı. Verməməsi ehtimalı, yəni bunun əks prosesidir də. Ola bilər ki, bir dənə sualı səhv yaza bilər, ikisini səhv yaza bilər və yaxud üçünü səhv yaza bilər. Əgər düzgün cavablandırması onda 4-dürsə, səhv yazılması ehtimalı da 1 çıxılsın onda 4. Doğru cavab 0,6. 5, 4, sarı 3, qırmızı top olan ardıcıl 3 top çıxarılır. Birinci topun göy, ikincinin sarı, üçüncünün qırmızı olma ehtimalı tapın. Toplar qaytarılmır. İndi burada da yenə birinci top buradan seçdim. P bərabərdir. Ümumi nə qədər var? 9, 3, 12 dənə kürəcikdən birinci topun göy. Göy olması 5 vurulsun. Artıq burada 11 dənə kürə qaldı burada. Top qaldı daha doğrusu. İkinci toplar qaytarılmır. İkinci 11-dən ikincinin sarı olması 4 vurulsun. Üçüncünün də olması. Bu da hesablama tələb edir. Hesablayaq bunu. 3, 4, 12 ixtisar getdi. Qaldı burada. 5 ilə onda ixtisar getdi. 2, 11, 2. 21 bölünsün 22. Dayanmasada 6 nəfər o cümlədən 2 dost əyləşir. 2 dostun yan-yana düşməsi ehtimalı tapın. Dairəvi masada ümumi halların sayı 6 nəfərdirsə 6 minus 1 faktorial. 5 faktorial. 2 dost varsa burada, tutaq ki 6 nəfərdirsə A, B, C, D1, D2, Y yazaq bura. O da 6 nəfər. D1, D2 dostlarsa bunların yan-yana düşməsi ehtimalı üçün nə olmalıdır? Onda M bərabərdir. Yəni əlverişli hallarımız belə olacaq. Buna 1 nəfər, 2 nəfər, 3, buna 4, buna 5 nəfər. Buna 2 dostla 1 nəfər üçün baxırıq. Olacaq belə 5 minus 1 faktorial. Bir də dostların öz arasında yer dəyişməsi. D1, D2 dostlardır. Vur 2 faktorial. Hadisənin ehtimalı bərabərdir. Ümumi 5 faktorial. Bu da olacaq 4 faktorial vur 2 faktorial. 5 vurulsun 4 faktorial. Bu da 4 faktorial vur 2. Bunlar ixtisar getdi. Cavab 5-də 2. Qutuda 12 detaldan 4'ü standart deyil. Yazaq 4'ü standart deyil. Demək neçəsi standartdır? 8'i standart. 8'i standart. Götürülmüş 3 detal. Demək bizim üçün ümumi halların sayı 12'dən 3'ə bərabərdir. Birinin standart olması ehtimalı tapın. 3 detal seçmişəm və həmən 3 detaldan birinin standart olması. Birinin standartsa onda bizim üçün əlverişli halı belədir. Biri standartdır, ikisi onda beləsi standart deyil. Biri standart deyil. 8'i standart olduğuna görə əlverişli halların sayı bərabərdir. Kombinizon 8'dən biri standart, ikisi də standart olmur. O da kombinizon 4'dən 2. Hesablama tələb edir indi bu. Bərabərdir. 8'dən 1. 8 vurulsun. Kombinizon 4'dən 2. 4 vur 3 bölü 2. 6. 12'dən 3'də 12 vur 11 vur 10 bölünsün. 1 vur 2 vur 3. Burada hesablayaq bunu. 8 6 yazaq bura 8 6. Bu 1 2 3 o da gəlir surətə. 12 11 vur 10. 12 6 ixtisar getdi 2. Sonra 10 ilə 8 ixtisar gedir 4. Burada qalır 5. Qaldı nə qədər? 2 5'in 10 110. Bu da 32. Bunda bir dənə 2 ixtisar 16 bölünsün 55. Birdən 100'ə qədər natural ədədlər sintezi edilən tam kvadrat olması. Birdən 100'ə qədər tam kvadratlar hansılardır? 1 idi, 2, ən axırıncı bu 10'un kvadratıdır. Demək, burada 10 dənə kvadrat var.
100 dənə də ədəd var. Cavab 10/1. Bu sadə sual idi. İki zərətlər üst-üstə düşən xalların cəminin sadə ədəd olma ehtimalını tapın. Bunu bir-bir araşdırmaq lazımdır. Ümumi hal məlumdur. 36 dənə. Əlverişli hallar hansılardır? Üst-üzə düşən xallar cəminin sadə ədədlər hansılardır? 2-dir, 3-dir, 5-dir. Bunlar sadə ədədlərdir. Sadə ədəd olması. İndi toplayanda 2 olan 1-1. Sonra 1-2 ola bilər. 2-1 ola bilər. 1-4 ola bilər. 4-1 ola bilər. Cəmi 5 versin. Sonra 2-3 ola bilər. 3-2 ola bilər. Cəmi 5 versin. Bunlar əlverişli hallardır. Ehtimal necə olacaq burada? Say olaraq 1, 2, 3, 4, 5, 6, 7 dənə. Ola bilər ki, yəni fikrimdən nəsə çıxa bilər. Demək 2, 3, 5. Bunlar da 2, 3, 3, 2. 1, 2, 3, 4, 5, 6, 7 dənə. Ümumi halda 36 dənə. 4 oğlan 3 qız şagirdi sıraya düzülür. Sıranın hər iki başında oğlanların olması ehtimalı tapın. Deyək ki, burada sıranın hər iki başında oğlanlar. Oğlan burada. Oğlan burada. Qaldı yerdə nə qədər? 3 dənə oğlan qaldı. 3 oğlan, 3 qız qaldı. Biz demək belə seçim. Ümumi sıranın hər iki başında oğlanların olması ehtimalı. Əvvəlcə tapaq ki, ümumi halı nə qədərdir? 4 oğlan 3 qızın öz yer dəyişməsi belədir. 7 faktorial qədər bunların yerlərini dəyişə bilər. İndi buradakı oğlanların 4 deməli 4 oğlandır. Mən bunu bura birini artıq yazdım. Burada 2 dənə oğlan qalır. İndi 2 dənə oğlan və 3 dənə qız bunlar arasında yer dəyişim etməlidir. Biz kənara bu oğlanları neçə cür seçə bilərik? Bunları 4 oğlandan 2 dənə seçə bilərəm. Əlverişli hallar yazaq ki, burada. Yəni, əvvələ və axıra seçmək üçün demək 4 nəfərdən 2 seçə bilərəm. Və seçimdə ki, tutaq ki, biri Əli, biri Məhəmməd. Əli bura, Məhəmməd bura. Əli, Məhəmməd. Və yaxud da ki, Məhəmməd bura, Əli bura. Sonra qalanlarını da bura yerləşdirmək. İndi buna görə biz yerləşmələrin sayı nəzərə alır deyənə, bu olacaq permütasiya 4-dən 2 üsul olan bunu seçə bilərəm. Əvvələ və axıra oğlan seçmək. Qalan 2 nəfər 3 qızla öz arasında yer dəyişim eləyə bilər. O da 5 faktorial sayda olacaq. Hesablayaq burada. Permütasiya 4-dən 2 12 eləyir. 12 vur 5 faktorial böl 7 faktorial. 12 vur 5 faktorial. 12 vur 5 faktorial. 7 faktorial yazaq. 7 vur 6 vur 5 faktorial. Bunlar getdi. 12'nin 6 ixtisar getdi 2. Cavab olacaq burada 7'də 2. 18-ci sual. A torbasında bu A torbası olsun. Bu da B torbası olsun. 4 ağ 2 qara. B torbasında 3 ağ 5 qara kürəcik var. Təsadüfi bir torba seçilir. Deməli, bu sözün qoyuluşunun özündə bir məntiq var. Təsadüfi bir torba seçilir. Deməli, hadisi P bərabərdir 2'də 1. Yəni, torbanın seçmə ehtimalı 2'də 1'ə belə. 3 torba olsaydı, seçilmə ehtimalı 3'də 1 olar. Və ondan bir kürəcik çıxarılır. Çıxarılan kürəciyin ağ olması ehtimalı tapın. Əvvəlkilərdə MİQ imtahanında belə bir tip sual düşüb. Demək, o zaman biz müxtəlif formada sual qoyula bilər. Məsələn, təsadüfi bir torba seçilir. Torbadan seçilən 2 kürəciyin ağ olması, torbadan seçilən 2 kürəciyin birinin ağ, birinin qara olması. Məsələn, burada düşüb kürəciyin ağ olması ehtimalı. Yəni, burada suallar müxtəlif çeşiddə ola bilər. Bizə lazımdır bir kürəcik çıxarılıb. İndi burada bir kürəcik çıxarılıbsa, ola bilər ya buradan çıxarılıb A, ya da bundan çıxıb A. Ya da. Buradan ağ çıxıbsa, bunun ehtimalı
altdan 4'dür. Buradan ağ çıxıbsa. Bu da 8-dən 3'dür. 8'də 3. Və bunu hesablamalıyım. Evet, demək ki, burada 2'də 1'i 6'da 4'ə vuranda eləyir. Bunu hesablayayım sonraki. Orta əməliyyat neçə oldu buna? Bunu ixtisar aparım 3'də 2 yazın. 3'də 2. 2'də 1 vurursan 24'də. Bunu 8'ə vuranda 16 plus bunda 3'ə vuracağım 9. Bu da oldu 25 bölünsün 48. Ehtimalı olacaq. 19-cu sualda deyir ki, telefon nömrəsinin son 2 rəqəmini dolmuşdur. Bu rəqəmlərin fərqli olduğu bilərək, fərqlidirsə deməli son 2 rəqəm. Yəni burada 0 da gəlir. Cəmi 10 rəqəm varsa 10 dənə burada, 9 dənə burada. Ümumi halların sayı 90 dənə ola bilər. Və o ilk cəhddə nömrənin 20 üçün bir dənə hal var. Ehtimal bərabərdir 1 bölünsün 90. Çevrə üzərində sonuncu sual daha maraqlıdır. 8 bərabər arada nöqtə qeyd olunmuşdur. Deyək ki, bu çevrədə burada 8 nöqtə qeyd olunur. 1, 2, 3, 4. Daha doğrusu 3, 4. Burada götürək 5, 6, 7, 8. Bu formada. İndi seçilən 3 nöqtənin bir düzbucaq, üçbucaq əmələ gətirmə ehtimalı necə ola bilər? Məsələn, belə seçə bilərəm. X-in diametri boyunca götürə bilərəm. Tutaq ki, bunun X-in diametri boyunca götürdüm. AB getirdim. Üçüncünü isə digər 3 nöqtələrdən hər hansı buradan və yaxud da ki, buradan götürə bilərəm. Yəni 6 nöqtədən hər hansı birini seçə bilərəm. Ki o düzbucaq, üçbucaq alsın. Məsələn, ola bilər ki, bunu götürdüm, 2 nöqtəni. Gerdə qalan 6 nöqtəyə hər hansı birini seçə bilərəm. Məsələn, bunu seçdim. Bu düzbucaq, üçbucaq yaratdı. Və s. İndi gəlin ümumiləşmiş buna cavab verək ki, ümumi hal burada məlumdur. Ümumi hal araşdıranda neçə dənə üçbucaq ola bilər? Kamuzdan 8-dən 3. Yəni 8, 1, 7, 6, 1, 2, 3. O da edir 56-dan. Bəs əlverişli hallar. Əsas məsələ bunu tapaq. O 8 dənə nöqtədən diametr boyunca olan neçə dənə diametr kesimi olar? Məsələn 1, 2 və belə. 3, 4. Yəni 4 dənə burada diametr qurmaq olar. Bu 4 dənə diametr. Yəni 4 dənə diametri seçəndən sonra digər nöqtələr neçə? Tutaq ki, mən bunu seçdim. Qaldı nə qədər? Neçə nöqtə? 6 nöqtə qaldı. 6 nöqtədən birini seçə bilərəm. O da 24 dənə. Ümumilikdə olacaq cavab ehtimal bərabərdir. 24 böl 56. 4-ə ixtisar aparsam 6, 14, 3 bölünsün 7. Belə dəyərli müəllimlər, dəyərli izləyicilər, video faydalı oldusa rəy bölməsində qeyd edə bilərsiniz, xoş söz yaza bilərsiniz və ehtimala aid növbəti belə qarışıq tip suallar, 20 dənə sualın video çəkməyimizi istəyirsənsə, rəy bölməsinə bir dənə plus yaza bilərsiniz, nəsə bir şey yaza bilərsiniz. Mən növbəti ehtimala aid bir video hazırlayım. Sağ olun, salamat qalın, növbəti videolarda görüşənədək.